Saç əkimi etmişəm ikinci gündür və saçım bu formadadır. İlk günün axşamı necə keçdi, biraz ondan danışım. Əslində hər hansı bir çətinliyim olmadı. Səyahətlərdə istifadə olunan boyuna qoyulan o yastıqdan yatdım. Şəklini story bölməsində paylaşmışam. Amma tək çətinliyim görmüş olduğunuz qulağım çox, yəni bu sarğının altında məni incitdi. Ona görə də çıxartmaq məcburiyyətində qaldım. Maksimum 2-3 saat arası yata bildim. Bu yuxu da mənə kifayət qədər bəs elədi. Dünənki videonu izləyənlər indi görə bilər ki, burada mövcud şişkini daha da azalıb. Yəni bir gün belə keçmədən şişkinin azaldığını görürük. Yəni mən demək olar ki, başımı heç aşağı əyməmişəm, aşağı baxmamışam. Ona görə də yuxarıda olan ödəm, yəni şişkini üzümün digər hissələrinə gəlməyib. Bundan sonraki proses necə gedir? Biraz qısa onlarda məlumat vermək istəyirəm. İlk 10 gün dediyimiz bir qayda var. Hansı ki 3 gün ərzində saçın əkildiyi hissəni tam formada qorumaq lazımdır. Yəni çölə-bəyə çıxmağınız məsləhət olunmur. Çünki havadan, külək, günəş bu tipli təsirlərdən mikrob keçə bilər. Bundan əlavə 10 gün ərzində qazlı içmək, spirtli içki qəbul etmək, siqaret çəkmək, ağır nəsə hər hansı bir əşya qaldırmaq, ekstra duzlu, ekstra baharatlı bir qida qəbul etmək də qadağandır. Prosesdən 3 gün sonra, yəni mənim 4-cü gün sarğının açılması üçün klinikaya gedəcəm. Həm sarğı açılacaq, həm də yuxarıdakı əkim hissəsi yuyulacaq və mənə də yuyulma qaydası öyrədiləcək. Bununla bağlı da profilimdə videonu görmüş olacaqsınız. Çoxlu sayda dəstəkləyici yorum alıram. Bunun üçün çox təşəkkürümü bildirirəm. Mənə bir çox insanlar öz məsləhətlərini və öz təcrübələrini danışırlar. Siz də həmçinin məndən nəyi soruşmaq istəsəz, bu videonun altına yorumlar bölməsinə şəxsi bir sualınız olarsa, həkimlə bağlı, qiymətlə bağlı isə mesaj qutusuna yaza bilərsiniz. Bundan sonraki mərhələ necə olacaq, saçlar necə inkişaf eləyəcək, bunu heç mən də bilmirəm. Sizlə bərabər bunu yaşayıb görəcəm. Sizin də əgər məlumatınız olmasını istəyirsinizsə, məni izləməyi unutmayın.